Birləşmiş Millətlər Təşkilatının baş kativinin müavini Aminə Məhəmməd Asan Xidmət Mərkəzinin fəaliyyəti ilə tanış olub. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağı agentliyin fəaliyyəti və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. BMT baş kativinin müavini Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin Səyyar Asan Xidmətin Abad Publik Hüquqi Şəxsin fəaliyyəti ilə də tanış olub. BMT-nin 16-cı dayanıqlı inkişaf məqsədi güclü institutların formalaşmasına həsr olunub. Asan model məhz bu məqsədə uyğun olaraq vətəndaşlara xidmət göstərən institutlar üçün bir pəncərə yanaşmasını təqdim eləyir. İnsanlara əsas hüquq və xidmətlərə çıxış imkanı yaradılır. Bu təcrübə mütləq paylaşılmalıdır. Çünki BMT-nin əsas missiyası həm də uğurlu təcrübələri və bilikləri paylaşmaqdır. Xüsusilə diqqətimi çəkən məqamlardan biri gənclərin prosesə cəlb olunması, texnologiyadan səmrəli istifadə edilməsi və xidmətlərin hər kəs üçün əlçatan olmasıdır.